Ay kişi ne inirsən? Adam evdə adam ola, uşaq ola, ev çökər. Zarafat edirəm. Buradan nə üzümü prezidentlər, nə də heç kimə tutmuram. Birbaşa Allianz Development şirkətinə, tikinti şirkətinə tutub da deyirəm ki, qardaş, bax, yola sala bildim, orada xəstə uşaq var idi, 3 tane uşaq var idi. Yəni, Allahdan deyildi də. 3 nəfər orada səndən cəmi haqqını istəyirdi. O boyda insanlardan qazandın da, yəni 3 tane ailəni sən yola sala bilərdin də vaxtında. Yəni, bu yerə gəlməzdi, bu qədər vaxt itirməzdi, pul itirməzdi. Xeyirlisi Allahdan, bugünə də şükür. Qardaş, yola saldın şükür Allaha, özümüzkilər idi. Bax, bu orada qalan 2 nəfər ki var ailə, onlar da özümüzkilərdir. Biri Dilarə xanım bildi, evini çökmüşsünüz, evdə olmayan vaxtı. Onları yola salıyorlar, razılığa gəlmək dərəcəsindəsiz də, onsuz da yəni nöş dirəmmişsiniz, baxı, boş yerə məhkəmə gedir, nə gedir. Orada valih kildi, onlar da özümüzkilərdir. Yəni, nəyə lazımdır axı bu cəngəllik, problem, nəyə lazımdır işimiz yubansın, nə bilim, nə olsun. Böyle məhkəmə gəlir, məhkəməyə kimi həll edir, geçsinlər. Görsən, antireklam da elə böyük bir dənə reklamdır, reklamda olunmuşsuz da. Yəni, hər kəsin mümkündür də xeyir duasını qazanmaq, media ilə dostlaşmaq, hər kəsin yəni. Görsən, yaxşı iş gördüm, mən sənin yaxşılıqla paylaşım. İnşallah onları da yola salın. Üzümüzə gələn həftə məhkəmədir. İnşallah məhkəmə olmamış bunu həll eləyə bilərsin. Və birinci gün, nə bilim, sabahları, üçüncü gün inşallah həll edin. Xeyirlisi ilə inşallah hər kəs öz işi ilə məşğul olsun. Allah köməyiniz olsun. Ümid edirəm ki, sözümüz yerə düşməz. Ümid edirəm ki, bundan sonra biz də sizin xeyrinizə videolar paylaşarıq. 2 nəfər onları da yola salın inşallah. Xeyirlisi Allah.